Kəhf surəsi 93-99-cu ayələr. Bismillahirrahmanirrahim. Nəhayət, iki dağ arasına gəlib çatdıqda, onların ön tərəfindən az qala süz anlamayan, yaxud danışıqları çox çətin başa düşülən bir tayfa gördü. Onlar dedilər, ey Zülqərneyn! Yəcuc-Məcuc tayfaları bu ərazidə fitnə fəsad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ yaxud xərac versək olarmı? O, yəni Zülqərneyn, dedi, Rəbbimin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim. Mənə dəmir parçaları gətirin. Onlar gətirdilər. O, yəni Zülqərneyn, iki dağın arasını dəmir parçaları ilə doldurub bərabərləşdirən kimi, körükləri üfürün, dedi. Onlar körükləri üfürdülər. Zülqərneyn, dəmiri od halına salınca, mənə ərimiş mis gətirin, üstünə tökün, dedi. Dəmir və mis bir-birinə qarışdı. Ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə möhkəm bir sədd əmələ gəldi. Yəcuc-Məcuc tayfaları artıq nə səddi aşa bildilər, nə də onu dəlib keçə bildilər. O, yəni Zülqərneyn, bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt gəldikdə isə Allah onu yerlə yeksan, dümdüz edəcəkdir. Rəbbimin vədi haqdır. O gün onları buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar. Sur çalınan kimi onların, yəni məxluqatın, hamısını bir yerə cəm edərik. Sədd etmək, bir çatlağı tamamilə qapamaq deməkdir. İki şey arasındakı maniyəyə, pərdəyə sədd deyildiyi kimi, dağa da sədd deyilir. Əksər alimlər bunu iki dağ kimi təfsir ediblər. Həmin dağların harda yerləşməsi barədə isə bilinən dəqiq məlumat yoxdur. Bu haqda fikirlər üç hissəyə bölünür. Birinci görüşə görə, bu dağ şimal-şərq tərəfində türk torpaqlarının bitdiyi yerdədir. Ayədə əgər bu ərazilər nəzərdə tutulursa, bəhs etdiyimiz bölgə Çin səddi olduğu yerə uyğun gəlir. İkinci görüş, səddin olduğu yer Ermənistanla Azərbaycan arasındakı ərazidədir. O zaman həmin dağlar Qafqaz dağlarıdır. İki sədd arası isə Dəmir qapı deyilən yerə uyğun gəlir. Üçüncü görüş, şimal bölgəsinin ən son hissələri olan Sibir ərazisindəki dağlar olduğu deyilir. Buna görə bəzi araşdırmacılar Yəcuc və Məcucun Rusiya ərazisində olduğu fikrini ortaya atıblar. İbn Kəsir, Səddeyn ifadəsinin iki dağ olduğu qənaətindədir. Onun fikirlərinə görə, həmin dağların arasında bir keçid vardı. Yəcuc-Məcuc buradan çıxıb Türk diyarına girər və fəsad çıxarardı. Alimlərin qəbul etdikləri bir neçə uyğun hədisi burada qeyd etmək istəyirəm. Əhməd ibn Həmbəl deyir ki, bizə Süfyan, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin zövcəsi Cahşdan, o da Rəsulullahın qızı Zeynəbdən rəvayət edir. Rəsulullah sallallahu aleyhi və səlləm bir gün üzü qızarmış halda yuxudan oyandı və belə dedi. Lə iləhə illallah, vay ərəblərə yaxınlaşan pisliklərdən. Bugün Yəcuc və Məcucun səddi bu qədər açıldı, deyə əli ilə göstərdi. Soruşdular ki, ey Allahın Rəsulu sallallahu aleyhi və səlləm, içimizdə salihlər olduğu halda mı? Əfəndimiz, pislik çoxalarsa, bəli, buyurdular. Nüvas ibn Səman Əl-Kilabi, Rəsulullahın qiyamətə yaxın baş verəcək fitnələr haqqında danışdığı bir xütbəsini rəvayət edir. Rəsulullah uzunca Dəccaldan danışdıqdan sonra Yəcuc və Məcucdan bəhs etməyə başlayır. Sonra Allah Cəllə Cəlaluhu Yəcuc və Məcucu ortaya çıxaracaq. Onlar Quranda deyildiyi kimi hər dərədən, təpədən axın edəcəklər. Həzrəti İsa aleyhisselam və yanındakılar Allaha dualar edəcəklər. Rəbbimiz də onların üstünə bəzi həşəratlar göndərəcək. Onlar bir adamın ölməsi kimi bir anda öləcəklər. Həzrəti İsa və yanındakılar gəlib pis qoxuların dolmadığı heç bir ev tapmayacaqlar. Allaha dua edəcəklər. Quşlar göndəriləcək, onlar yeryüzünü təmizləyəcəklər. Sonra Allah bir yağmur göndərəcək. 40 gün heç bir yer ondan qorunmayacaq. Sonra bərəkətli meyvələr bitəcək.
O gün bir qrup insan bir xurma ilə doyacaq. Heyvanlar bərəkətlənəcəklər. O qədər ki, sağmal bir dəvə insanlardan böyük bir topluluğa yetəcək. İnsanlar bu halda ikən Allah xoş bir rüzgar göndərəcək. Hər bir müsəlmanın və ya hər bir möminin ruhlarını alacaq. İnsanların ancaq pisləri qalacaq. Qiyamət onların üstünə qopacaq.